Dəyərli Azərbaycan gəncləri və gəncliyini yaşaya bilməmiş yetkinlər. Yarım qalmış işlər üzrə mütəxəssis Emin Davud ilə yarı cahil izləyirsiniz. Bugünkü qonağım Senior Data Engineer Cavid Mahmudov. Salam. Salam gənclər. Necə dedin? Gəncliyini yaşaya bilməmiş yetkinlər və gənclər. Hə. Düz dedim də? Bəli. Rütbəvi. Bəli. Konsultant yadından saytdan ki olar. Və konsultant? Senior Data Engineer konsultant. Senior Data Engineer konsultant gedir oxşadı. Data mühəndisi ümumiyyətlə nə edir, nə iş görür? Salam, hansısa biznes işləyirsən. Bu biznesin domenləri olur, domenlər dəyişir. Deyək ki, finans domeni ola bilər və yaxud sağlamlıqla bağlı dərmanların məlumatları olan bir domen ola bilər. Domen nədir? Domen sahə deyək, sahəsi. Yəni işlədiyin proyektin sahəsi, yəni fokus olduğu sahə. Bu necə bir məhsuldan söhbət gedir? App və ya veb-sayt kimi? Yox, belə deyək. Məlumatın gəldiyi nöqtənin hansı sahəyə aid olduğu, o sahəyə biz deyirik domain. Yəni sizə bunu kim göndərir bəs bu datanı? Biznes. Və siz kimsiniz? Biz ortadayıq. Biz bu datanı hazırlayırıq ki, data injinerlər olaraq. Data çox çirkli vəziyyətdə gəlir. Məsəl üçün məlumat gəlir qarışıq formada. Biz bu məlumatı coding və yaxud third level coding deyək, SQL istifadə edərək oxuna bilən hala salırıq və bu ora gedir, oturur bir yer var, data warehouse adlı. Orada əyləşir və oradan biznes özünə bir nəticə çıxardır data analistlərin köməyi ilə. Onda biznes sizə göndərir datanı, siz səliqəyə salıb təzədən biznesi qaytarırsınız. Aysa elə bir şey deyək. O təxmini. Təxmini yox da, dəqiq. Yaxşıdır. Yaxşıdır. Elə. Nə formatda götürür? Excel formatına götürür. Başa düşə biləcəyi bir şey olmalıdır. Biznes tutalım deyək ki, manual yazır. Çox vaxt manual yazmır. Applicationlardan da götürə bilər datanı. Hə də məsələn adam appdən telefonla qeydiyyatdan keçir. Telefon qeydiyyatı. Bu adam hansı səhifələrə girir appdə falan. Yəni belə bir data var əlbəttə də. Deyək mən biraz başı tutalım applicationdan götürsək, yəni yazdığın qeydiyyatda adı Emin Davudov falan, yaş Davud qardaşım. Davud, Emin özü istəyirəm. Emin Davud, yaş, hər şey bütün məlumatları qeyd elədim. Bu məlumat gedir oturur hansısa bir yerdə. Bu məlumatlar yığılır. Bizə tutalım biznes deyir ki, mənə lazımdır ki, yaşı 18-dən yuxarı olan 3500-dən çox maaş alan şəxslərin siyahısını çıxart. Amma səndə bütün siyahı var. Data injinerlər nə edir? Bu məlumatı təmizləyir, oxuna bilən hala salır, göndərilir data analistlərə və scientistlərə. Scientistlər təxmin eləyir gələcəkdə ola biləcək məlumatları. Tutalım gələcəkdə 18 yaşından olan 3500 manatdan çox maaş ala biləcək şəxslərin potensialları kimdir? Məsəl üçün data scientistlər bunu eləyir. Data analistlər də ki, deyir ki, məsəl üçün bu şəxslər kimdir? Və report çıxardır və ya chartlar çıxardır və biznes bunu rahat şəkildə görür ki, mənim əlimdə olan məlumatdan çıxan report budur. Məsələn, scientist istifadə edir ki, hansısa bir ixtira eləyəcəksən, hansısa bir dərmanların hazırlanması və s. ola bilər. Marketinq istifadə edə bilər, reklam marketinq də istifadə edə bilər. Əsasən marketinq, çox vaxt marketinq istifadə edir, yəni data scientistlərin verdiyi predictionlar. Hə, yes. Başa düşdüyü nə iş gördük və bəs bu işi görmək üçün hansı biliklərə ehtiyacın var? Yəni coding bilməlisən. Coding bilməlisən. Software engineering səviyyəsində yox, deyərdim. Amma yəni bilsən yaxşı olar təbii ki. Hansı dilləri bilməlisən? Əsasən Python, PySpark öyrənmək, yəni data sahəsində məncə daha yaxşıdır. Bundan əvvəl nə olaraq hansı vəzifədə işləmişdin? Mən ən birinci başlamışam SQL-lə. Təbii ki, SQL də vacibdir, yadımdan çıxdı. SQL bilməsən o sahəyə girişmək bez mənasızdır. SQL-lə başlamışam, database management sahəsində başladım. Burada Mərkəzi Bankda işləyirdim. Universitet vaxtı. Qəşəng. Mərkəzi Bankda bir il işlədim, biraz təcrübə yığdım. Daha sonra magistratura üçün getdim Macaristana, Budapeştdə. Orada data science götürdüm master olaraq. Biraz nəsə öyrəndim deyə basic, çox sadə şəkildə data science haqqında biraz məlumatlar öyrəndim. Customer support adlı bir internship tapdım. Daha sonra bu işdə biraz paranoyak oldum. Çünki çox insanla ünsiyyətdə olurdun. Demək olar gündə bəlkə bir 50-55 nəfər adamla danışırdın. Kritik işlər olanda o çətin olurdu məsələlər. Çox da maaş almırdım deyə işi dəyişmə məcburiyyətində qaldım. Keçdim yenidən database management. Unisys adlı şirkətdə işləyirdim. Növbələrlə işləyirdim. Səhər, günorta, axşam növbələri. Bütün rejimim pozulmuşdu. Yəni belə deyim. Ona görə də bu işi dəyişmə məcburiyyətində qaldım və bir dostum sağ olsun məni refer elədi konsultant şirkətlərin birində. Data engineering pozisiyasında bir iş tapdım. Oradan başladım data engineering öyrənməyə. İndi hazırdakı işimin tapmağımın ən yaxşı dönüm nöqtəsi deyərdim ki, bəlkə də çoxları eşidib. Palantir Foundry adlı bir platforma var.
bir corporate şirkətdir, böyük. Yəni bizim bütün məlumatlarımız ordadır. Yəni hətta gələcəkdə bizim göz qırpımımızın məlumatı belə onlarda olacaq. Və bu biraz federal yerlərlə işləyir. CIA, FBI gələcəyin platforması adlandırardım. Yəni data engineering sahəsində deyərdim. Yəni əgər bu sahəyə yönəlmək istəyənlər varsa, onu öyrənsə, yəni məncə çox həm yaxşı gəlirli işlər tapa bilər, həm də ki çox sadə platformadır, yəni çox çətin deyil. Niyə Macarıstan? Çox da güclü bir səbəbim olmadı Macaristana köçməyə. Mən əslində 2019-da green card tutmuşdum. Həmin moment başladım magistratura üçün təqaüdlərə başvurmağa, full təqaüdlərə. Estoniya, Macaristan, bir də Hollandiyadan təqaüd tutmuşdum. Lakin Hollandiyadakı yarımçıq təqaüdüdür, yəni yaşamağı özüm təmin etməliydim. Estoniyada həmçinin. Macaristan amma hər şeyi qarşılayırdı. HTTP adlı proqramdır. Mən onu seçdim. Nəyə görə? Çünki fikirləşdim onsuz da Amerikaya gedəcəm. Gedim 1-2 il magistratura təhsilimi alım, oradan green cardımı alandan sonra gedim Amerikaya. Lakin korona baş verdi deyə səfirliklə bağladı. Mən viza ala bilmədim və green card yox oldu deyək. Necə bata bilər? Yəni necə batır? Fiskal yer deyilən bir şey var. Sentyabrda başlayır, bu sentyabr, növbəti sentyabrda bitir. Mənim case nömrəm 25.000 idi. 2020-nin may ayına düşürdü. 2020-nin martında korona başladı, səfirliklə bağlandı və məni çağırdılar sentyabrın 28-i, sentyabrın 30-u deadline'dır. Və orada bir sənəd var ki, 2 həftəyə hazır olur. Onu ala bilmədim və vizanı ala bilmədim. Hətta vizanı alsaydım belə, orada blok var idi deyə vizanın müddəti 6 aydır ki, sən ölkəyə girməlisən. O 6 ay keçəcəkdi, yenə də yəni viza. Karantinə görə də 6 ay ərzində gedəmirəm. Birinci çox pis oldum. İndi amma şükür edirəm ki, yaxşı ki də elə bir şey olub. Yəni doğrudan. Niyə? Çünki hazırki işim yəni çox yaxşıdır deyərdim. Həm komandanı çox bəyənirəm, həm inştiyə verdikləri dəyəri çox bəyənirəm, proyekti çox bəyənirəm və əsas olaraq maaşı çox bəyənirəm deyək. Yəni ona görə yəni fikirləşirəm ki, bəlkə də Amerikaya getsəydim heç yaxşı olmayacaqdı. Yəni hardan bilə bilərik. Kuryer işləyəsən. Taksi, Uber. Uber işləyəsən. 100%. Şirkətin nə üstünlükləri var Macaristanda şirkətin? Yəni Azərbaycanda şirkətlərin vermədiyi nəyi verir Macaristanda şirkət? Azadlıq deyərdim. Məsələn, Məsəl üçün statusdan istifadə edən şəxslər yoxdur. Məsəl üçün sən menecerindən çox rahat deyib gülə bilirsən, yəni həftə sonları görüşüb gedib pivə içə bilirsən. Burada da elə bilirsən. Bilmirəm, orada demirəm burada. Məncə biraz siz lənətə gəlmiş xaricdə yaşayanların Azərbaycanla bağlı çox pis ön yargıları var. Razıyam. Çünki keçən dəfə Lamiyə də eyni söhbət eləyirdi. Düzdür, oraları kəsmişdim sonra. Amma yəni kəsməyimin də səbəbi buydu. Çünki məsələn bunları mən də eləyirəm. Yəni mənim də müdürüm, hətta müdürüm yarı zahilə qonaqda olubdu. Biz buradan çıxıb getmişdik birbaşa içməyə də. Yəni o biraz müdürdən asılıdır. Burada biraz müdürdən asılıdır, amma orada hər yer elədir. Hə, o düzdür. Amma yəni sənin sırf işləmək üçün dəyərin odursa, Azərbaycanda da elə şirkətlər tapa bilərsən çoxlusa. Çünki biz sən necə bir də sənin işlədiyin vaxtlar Azərbaycanda 18-19 yaşında düzdür 6, 7, 8 il qabaqdı. Amma iş mühitində mənə çox şey dəyişib. Ola bilər. Həmin departament müdirlərinin çoxsu indi yoxdur. O vaxtı senior işləyənlər, mütəxəssis işləyənlər indi gəlib departament müdiri, şöbə müdiri olub. Biraz da orada generation dəyişibdi deyə məncə onun da çox təsiri. Təbii ki, yekə qarın daydayların olduğu departamentlər var. Amma yəni mən elə bir güclü problem yaşamamışam. Mən müdirimlə içmişəm. Mən də o da mənim şey. Müdirinlə içə bilməyəcəyin şirkətdə işləmə. Yəni o günün nə deyirlər sloqanı. Müdirinlə içə bilməyəcəyin şirkətdə işləmə. Düzdür, ya 100%. Əslində düz deyirsən. O biz ola bilər ki, xaricdə yaşayanlar biraz çox pislikdir Azərbaycanın. Heç mən qarşı əvvəllər çox pislikdir misal üçün. Çünki bizim dövrümüzdə Azərbaycan çox da yaxşı vəziyyətdə deyildi. İndi amma gəlib özüm bir 2 aydır buradayım, görürəm ki, nisbətən inkişaf var deyə. Yəni mən özüm geridə qalmış kimi hiss edirəm yəni. O var bax, məsələn Azərbaycandan xaricə köçən adam, məsələn 3 il, 5 il orada qalırsansa, sən o 3 il, 5 ili də burdan itirirsən. Yəni bu həm iş sahəsində də məncə elədir, həm də ümumi uyğunlaşmaq səbəbilə. Çünki Azərbaycan çox sürətlə inkişaf edir. Amma məncə Avropa o qədər sürətlə inkişaf eləmir. ASTV-yə döndü bu. Yox, bir ASTV oldu. Amma məsələn həqiqətən sən inkişaf 5 il əvvəlki Macarıstanla indiki Macarıstan arasında güclü fərq görürsən, Azərbaycanla fərq gördüyün kimi. 5 il qabaqki Azərbaycan, bugünkü Azərbaycan. 5 il qabaqki Macarıstan, bugünkü Macarıstan. Qəşəng sualdır əslində. Çox qəşəng sual, indi gəldi ağlıma. Amma deyim ki, deyə bilmərəm. Nəyə görə deyə bilmərəm? Çünki mən Macarıstanın daxili siyasətindən çox da maraqlanmamışam. Siyasətdən söhbət getmir ki, mən ümumi rifahdan danışıram. Rifahda yox. Rifah səviyyəsi bizdə də yaxşılaşmayıb deyərdim. Yaxşılaşmayıb? Yox.
Mən fikirləşirəm ki, Azərbaycanda güclü kadr çatışmazlığı var. Mən fikirləşmirəm belədir zaten. Onsuz elədir. Hə. Və Azərbaycanda sənin baş çıxarmağın çox rahatdır. Elədir, düz deyirsən. Amma misal üçün Azərbaycanda, misal üçün banking applicationlar çıxıb 150 min dənə. Heç bir düzəməlli işləmir. Hansı bunların Macaristanda var məsələn? Yaxşı, daha yaxşıdır. Heç biri yoxdur. Heç hamısı köhnə sistemdə qalıb. Bütün bank sistemləri nəyə görə? Security səbəblərinə görə. Buglar var bizim o applicationlarda, sistemlərdə. Düzdür, var, amma yəni bizdə təbii deyil məsələn səndə. fərq bilsən nədir? Mən də öz sahəmi biraz bilirəm deyə çox da deyək ki, bizdə məsələn application yaradılır, nəticəyə çatmaq üçün hər şey olunur, amma o nəticəyə necə gedirik, o yoxdur. Ha bizdə MVP ilə gedirlər deyirsən. Hə, MVP olsun, hə, yaxşı bir şey görünsün, hə, belə hə yaransın, bunu buraxaq production-a, все qurtardı getdi. Onun arxasında nə olacaq, nə baş verəcək? Özü banking application təhlükəli bir sahədir, yəni. Kartlardan misal üçün pullar oğurlana bilər və yaxud. Yəni bunlar hamısı nəzərə alınmalı deyə fikirləşirəm. Misal üçün mən işlədirəm hazırda bəzi applicationlar, yaxşıdır, pisdir, məsdim. Amma ki, yəni, görürəm ki, çox problem var. Həqiqətən çox problem var. Yəni köhnə olsun, problem olmasın, amma təzə olsun, problemli olsun da yaxşı deyil də, yəni. O bilmirəm, mən ona rəy bildirə bilmərəm. Çünki o başqa yanaşmalardır məncə. Elə eləyib uğurlu olan daha çox ola bilər. Bizimkilər bu yol seçibdi. Faktiki bir şəkildə gedirlər də. Yəni çünki həqiqətən də adi app üzərindən götürüb 5 il qabaqla bu gün arasında çox fərq var. Yəni 2 il, 1 il ya 2 il bundan qabaq Apple Pay yox idi Azərbaycanda və ya Google Pay yox idi. Amma indi hamı Google Pay-i çox bomba istifadə edir də. Yəni bu cəhətdən Azərbaycanlılar bu tip inkişafa çox tez ayaq uydurmağı bacarır. O cəhətdən yaxşıyıq. Yəni adaptasiya güclüdür. Adaptasiyamız çox güclüdür. Hətta çox güclüdür, biraz dəxlisiz güclüdür. Xaricdə də problem olur. Bax, Azərbaycanlı gedir, çox tez adaptasiya olur və oralı olur, sonra başlayıb buna bəyənməməyə. Bu qəşəng mövzudur. Mən misal üçün tez adaptasiya ola bilməmişdim əslində. Mən misal üçün getdim, belə deyim, belə səs-səsləndim, görməmiş kimi idim deyək. Çünki orada daha azad, insanlar daha belə pozitiv. Mən ona öyrəşə bilmirdim. Bildin necə? Burada misal üçün hamı problemlidir. Dünya hər yerində insanlar problemlidir, o heç. Yəni burada insanlar problemləri şişirdir, misal üçün. Yəni, hamının problemi olduğu situasiyasını başa düşmür. Yəni, hər öz həyatında öz problemi olur da, misal üçün belə deyək. Yəni, bir-birimizə qarşı maksimum dərəcədə pozitiv olmalıyıq ki, günümüzü keçirdə bilək ən azı. Günümüzü pozitiv keçirdək. Bu anlayış misal üçün bizdə daha zəifdir, amma orada misal üçün tutanmıyırsan tramvaya, hamı bir-birinə baxıb gülümsüyür. Hamı yox, deyək, çoxluq baxıb bir-birinə gülümsüyür. Yəni, belə deyək, daha pozitiv olursan. Yes, o cəhətdən razıyam. Azərbaycan yaşamısan. O cəhətdən az olur. İnkişaf eləməyibdi Azərbaycan və elə o da fəlsəfi düşüncə filan məsələləridir. O da ki, hələ yəni ola bilər ki, inkişaf eləsin. Bir ara Azərbaycana köçərəm deyirdin. Köçərsən həqiqətən yoxsa köçdün? Köçmərəm, yox. Köçmərsən? Macaristana görə köçməsən yoxsa başqa yer? Başqa yerə görə. Macaristanla çox da, Macaristanda eləyib, burada eləyə bilməyəcəyim bir şey yoxdur. Yəni sual, Azərbaycanda nə olsaydı Azərbaycana köçərdin? Yəni nə bir bax, heç bu fikirləşməmişəm. Azərbaycanın ən böyük problemi elə sizsiz. Yəni Sağ ol, çox sağ ol. Nəyə görə deyirəm? Yaxşı kadrların çatışmamağının səbəbi qaçıb getməyimizdə. İçi mən qarşı. Düz mən getdim, qayıtdım. Amma sən qayıtmamısan hələ və qayıtmırsan da. Mən müqayisə elədim və mən dedim ki, mən Azərbaycanın işığını görürəm hardasa. Nəsə eləyib Azərbaycanda yaşamağın bir yolunu tapacağam və Azərbaycanı daha yaşanılabilir bir hala gətirmək üçün əlimdən gələni eləyəcəm. Və öz sahəmdə təbii ki. Sən nə istəyərdin Azərbaycanda? Neynəsin ki, bu dövlət səni dala gətirsin də ki, gəlib burada işləyəsən? Bunu mən də deməyim. Denən. Desəm, denən silərəm. Hə, yaxşı. Mən misal üçün istəyərdim ki, amma siyasətə girmə də. Çünki siyasət Azərbaycanlıların siyasətlə əlaqəsi çox azdır. Sən gündəlik həyatdan danış. Bank əplərini bildiksən, ayda bir gün işləməyəcək. Onlar çox da böyük problemlər deyil. Yəni onları düzəltməyə çalışıram hətta. Mən düz o sahədən başım çıxmır, amma ki, ən azı data engineering sahəsində misal üçün founderini Bakıya gətirmək istəyirəm həqiqətən. Hətta mənim bir danışıqlarım da olub. Onlar da təklif ediblər ki, bir yerdə işləyək misal üçün, amma mən qəbul etməmişdim çünki pul yoxdur. Ümumi danışsaq, Bakıdakı sistemi, siyasi sistemdən danışmıram. Ümumiyyətcə insanların beynini işləmə prinsipini bəyənmirəm. Yəni mindsetini bəyənmirəm. Mentalitet yox, çox klişe olacaq. Düşüncə tərzini bəyənmirəm insanların deyərdik. Məsələn, insanlar da yaltaqlıq çoxdur misal üçün. Bizim cəmiyyətin 90-95% yaltaqdır deyərdim. Bu iş yerlərində də görünür, çöldə bayırda da görünür. Yəni belə deyək, pulun varsa
kim istəsən ola bilərsən bu ölkədə. Yəni sorğusuz, sualsız kim istəsən Yaxşı, ola bilərsən. pulun olsaydı kim istəsən ola biləcəyin bir ölkədə yaşamaq istəməyərdin. O klişe sual var. Yəni 10 milyon pulun olsaydı hansı ölkədə yaşayardın? 10 milyon pulum olsaydı, 10 milyonu ən yaxşı yatırım eləyə biləcəyim ölkədə yaşayardım. Azərbaycanda yoxdur yəni. 10 milyon ən yaxşı Yes, yatırım. Azərbaycanda invest eləyə bilmərsən, düzdür, 10 milyondan. 100%. Amma Azərbaycanda 10 milyondan zor yaşayarsan. O heç. Yəni özün üçün yaşasan. İnvest elə də getdin 5 dənə ev aldın, verdin kirəyə. O da görürsən. Bunu bəyənmir. Bəyənmirsən bunu. Olsa yaxşı olardı, amma ki yenə də bu düşüncə tərzi. Olsa eləyərdin də oradan. Çox hamı elə deyir, necə deyim, bir komfort zona girib orada yaşayır, başa düşdün. Bəs fərqli şeylər. Amma bu sadəcə Azərbaycanla bağlı bir şey deyil axı. Bu xaricdə də insanlar real estate Elədir, Həm elədir. də Şey var da, ev söhbətinə girir. nə deyirlər ona? Statistik fərq məsələsi var. Yəni neçə faiz bu fikirdədir, neçə faiz bu fikirdə deyil. Yenə deyəcəm, Avropada məsəl üçün gənclərin çoxu pula qaçmır da, belə deyim. Çox da pis bir şey də deyil, yaxşı bir şey də deyil, amma ki, yəni pulu olanın hörməti var deyə bir şey yoxdur da, başa düşdün. Yəni elə bir düşüncə tərzi yoxdur. Mənim məsəl üçün özümdə mən ən çox dəyər verdiyim insan da ağıllıdır yəni. Yəni ağıllı, məndən ağıllı bir insan olsa və yaxud məndən çox ağıllı və yaxud biraz ağıllı olsa, o insanı submit eləyərəm mən. Yəni oturub qulaq asaram, dinləyərəm, öyrənməyə çalışaram. Hətta pulu olsa olmasa da fərqi yoxdur. Bomboş olsun, küçədə otursun, o insan oturub söhbət eləyim, ondan fikirlər öyrənim, məndən ağıllıdırsa qulaq asaram, yəni başa düşdün nə demək istədim. Məsələn mən getmişdim Mərakeşə gəzməyə, orada məsəl üçün yaşlı insanlarla əyləşirdim, söhbət eləyirdim, görüm bu insanların təcrübələri nədir də. İngiliscə danışırdılar. Danışanlar var idi. Qəşəng. Misal üçün görürdüm ki, həqiqətən ağıllı bir cəmiyyətdir əslində. Öz fəlsəfi olacaq, amma insanın əsas məqsədi özünü inkişaf elətdirmək olmalıdır. Yəni öz düşüncə tərzini inkişaf elətdirmək olmalıdır. Yəni Azərbaycanda yaşamazsan, ölkəni eləyə biləcəyi bir şey yoxdur. Totalı kökündən hamı dəyişilməlidir, belə çıxır ki. Mən belə fikir yaşayıram mən. Biraz deyərdim, ola bilərsən, bəlkə də burada çox yaşamısan deyə bəlkə fikirlərin daha başqadır. Ola bilər gənclər arasında nisbətən bu dəyişmə, adaptasiya etməyə çalışanlar var deyək. Bilmirəm. Yəni bilmirəm sözün düzü. Çünki mən bu dəqiqə Azərbaycanın yeniyetmə nəslindən heç bir əlaqəm yoxdur. 25 plus insanlarla əlaqədəyəm. Vəziyyət zordur. Mənim ətrafımda zordur. Amma qıraqda bilmirəm. Məsələn, TikTok alqoritmamı düzəltmişəm. Mənim qabağıma, yəni Azərbaycan xalqının çox izlədiyi videolar çıxmır. Necə çıxır? Təzə bir profil açırsan, təzə profili açanda o ölkədəki trendlər çıxır qabağıma. İyrəncdir. Bir sorğuluyuram özümü. Amma məsələn mənim Instagramım normaldır. Azərbaycanda çox qəşəng kontent yaradanlar var. Azərbaycanda da keyfiyyətli, yəni. Mənim qabağıma onlar çıxır. Nəsə mən ölkədə yaşamağı seçdim və bir növ mən öz gözümdə ölkəni artıq formalaşdırmışam. Ətrafımdakılarla yaşayıram da, çünki mənim ailəmdir, dostlarımdır, iş yoldaşlarımdır, sosial olduğum insanlardır. Zordur. Avropadan heç bir fərqi yoxdur. Polşadan qat-qat yaxşıdır. Macaristanda da yaxşıdır. Almaniya falan gəzdiyim, gördüyüm yerlərin hamısından yaxşıdır. Bu dəqiqəki mənim Azərbaycanı sevirəm. Amma ki, biraz qırağa çıxanda zibili çıxır. Düz deyirsən, razıyam. Amma yəni həyatda məncə də əsas, məsələn ölkə seçəndə əsas şeylərdən biri də odur yəni ki, ətrafının yaxşı olmağı deyə fikirləşirəm. Daha dib gülə biləcəyin bir ətraf olmağı vacibdir. Yəni ailəmin yanında olmağı ümumiyyətlə böyük üstünlükdür. 100%. Yəni ona görə Azərbaycanda o indi yadıma düşdü. Ona görə Azərbaycanda yaşayan bəlkə də. Ailəyə görə. Çünki insan daha rahat olur, daha sadə, öz fikirləri rahat danışa bilir, mühakimə olunur. Yaxşı, sadəcə data engineering olaraq deməyəcəm də, ümumiyyətlə gənclərə nə nəsihət vermək istəyirsən? Yəni 16 yaşındakı bir gənc artıq 10-cu sinif, 11-ci sinifdədir. Bu adam böyüyəndə nə olacağını bilmir. Düzdür, biz də sən də məsələn 2-3 il qabaq bilmirdin bəlkə. Bəlkə hələ də bilmirsən. O da ayrı bir söhbət. Yəni 10 il bundan sonra hələ də datada işləyərsənmi? Çox bir müzakirə olunacaq bir mövzudur. Müzakirə olunacaq bir mövzudur. Yox deyərdim əslində. Mən özüm bu dəqiqə yəni kompüterin arxasında oturmaq istəmirəm 40 yaşımda və yaxud da 50 yaşımda. Yəni o da düzdür. O da düzdür. O gün mən də eynisini fikir verdim. Yoldaşım da deyir ki, 16 saat ayaq üstəyəmsə, 16 saat kompüterində anlayam da demək olar ki. İşə gəlirəm, işdən gəlirəm, evdə kompüteri video editirəm, bir şey edirəm. Çox pis. Böyüyəndə nə olacaqlarını yenə bilməyəcəklər, sən deyəndən sonra da olar da. Amma hardan başlasınlar, nə öyrənsinlər, hansı xarakterə uyğun insanlar nə öyrənməlidir ki, bu həyatda biraz daha qabağa keçə bilsinlər. Ən azından sənin deyin kimi özünü inkişaf elətdirməyə vaxt tapmaq üçün onlara pul mane olmasın. Qəşəng sual. Mən əslində deyərdim ki, bunu yeniyetmə özü qərar verməlidir ki, mən nə olmaq istəyirəm
və motivasiyasını dalınca düşməməlidir. Çünki motivasiya bir nöqtədən sonra ölür deyə fikirləşirəm. Yəni misal üçün mən özüm IT-yə başlayanda çox motivasiyalı idim ki, coding falan qəşəng görünür, cool görünür və yaxud belə teenage vibe-da belə deyək. Bu euforiya olanda sən fikirləşirsən ki, hə də qıraqdan necə görünür, çox fikir verməyə başlayırsan ki, hə. Deyəlim ki, qıraqdan necə göründüyünə fikir verməsinlər. Əsas özlərinin nə istədiklərini tapsınlar və motivasiyalarına aldanmasınlar. Çünki bu motivasiya öləcək. Bir nöqtədən sonra sən disiplin şəklində bu öz istədiyin şeyin dalınca düşməlisən davamlı olaraq. Bezəcəksən onsuz da, yəni bu motivasiya həmişə qalan deyil, də bildin necə. Sahə olaraq desən, mən incəsənət deyərdim əslində. Mən deməzdim texniki sahə 100%. Texniki sahəyə yönəlsinlər deməzdim. Çünki texniki sahə gördüyün kimi bayaqdan mən əllərimlə oynayıram. Misal üçün belə şeylər yaranıb məndə gic-gic. Bu yəni sağlam deyil deyərdim də, yəni əslində. Və ya finans olsun. Finans sahəsinin özü də beyin üçün, mental səviyyə üçün çox da sağlam deyil deyə fikirləşirəm. İncəsənət misal üçün insanı özünü ifadə edə bilər. Musiqi ola bilər. Şəkil ola bilər, şəkil çəkmək məndə heç başım çıxmır yəni incəsənətdən. Mən uşaqlığıma qayıtsaydım, yəni həqiqətən bu ən azı belə deyərdim, side hustle kimi eləyərdim bunları. Yəni deməzdim mən gələcəkdə skripka çalan olacağam, amma ki misal üçün ikinci bir iş kimi görərdim də belə deyim özümü ifadə eləmək üçün. Yəni bir gəlib Heydər Əliyev sarayında axşam bir konsert verməyən, hə də, bir olar yaxşı olardı. Özün də olmasa bir 50 nəfərin içində sakitcə arxada çalırsan da skript. Yəni sırf mən deyərdim ki, pula və qıraqdan necə görünür və qaçmasınlar. Yəni mən incəsənət məncə bütün sahələrin üstünə basar yəni. Qəşəng, çox qəşəng. Çox sağ ol Cavit. Çox sağ ol. Maraqlı söhbət oldu. Mən aydınlandım, mənə ləzzət elədi. Doğrudan. Ümid edirəm ki, izləyicilərə də ləzzət eləyər. İzlədiyinizə görə təşəkkür edirəm. Kanalıma abunə olmağı unutmayın. Növbəti hansı peşədən olan peşəkarlarla müsahibə etməyimi istəyirsinizsə deyin və ya spesifik adam adı varsa onu deyin. Çağırmaq üçün əlimdən gələni eləyərəm. Yarı Cahil davam edəcək.